onları ən birinci özümü və sizləri Allahdan qorxmağa çağırıram. Həqiqətən Allah Subhanahu taala bu mübarək ümməti başqa ümmətlərdən daha əzəmətli, daha üstün tutmuşdur. Bəzi xeyirli səbəblərə görə. Bəzi xeyirli səbəblərdən biri Peyğəmbər sallallahu aleyhi ve sellemin elminə varis olduqları üçün. Bu ümməti Allah Subhanahu taala şəri elmlə əzəmətli eləmişdir və onları qaldırmışdır öz kitabı ilə, Rasulullah sallallahu aleyhi ve sellemin sünnəsi ilə və onu başa düşməklə, düzgün əqidə ilə, əhkamlarla, ədəblərlə, müamilələrlə bu elm hansı ki varis olublar, onlar onunla Allah Subhanahu taalanı tanıyıblar, ondan qorxublar və bu elm onları öz sahibini Allahdan qorxmağa aparıbdır. Şəri elmlərin ən şərəfli, ən uca olanıdır. Onun əhli Peyğəmbərlərin varisləridir. Ümmətin ən xeyirləridir. Allah Subhanahu taala bu elmdə onları qaldırıbdır və onlara xeyir istəyibdir bu elmdə. Onları cənnət yollarından bir yola müvəffəq edibdir. Necə ki, hədisdə gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Mən yuridillahu bihi xeyran yufaqqihhu fid-din." Allah Taala kimə xeyir istəyərsə onu dində fəqihlərdən edər. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Mən sələkə tariqan." Kim bir yola düşərsə elm öyrənmək üçün Allah Taala onun cənnətə gedən yolunu asanlaşdırar. İnsanlar əgər bunu dərk eləsələr, elm tələb eləməyin fəzilətini bilsələr, yollarını səhv salmazlar. Yəni, bu yolu həmişə tutub gedərlər. Elm əhli haqlıdır ki, gözəl, əfsəl vəsflərlə, uca vəsflərlə vəsf olunmağa haqlıdır. Ən əzəmətli vəsflərlə, ən təmiz vəsflərlə vəsf olunmağa haqlıdır. Necə də ki olmasın, onlar Peyğəmbər sallallahu aleyhi ve sellemin varisləridirlər, Peyğəmbərlərin varisləridirlər. Onlar Peyğəmbər sallallahu aleyhi ve sellemin Peyğəmbər sallallahu qoyduğu mirası götürüblər. Hansı ki, Peyğəmbərlər özlərindən sonra nə bir dinar, nə bir dirham qoymayıblar. Onlar yalnız elm varis qoyublar. Yəni, elm necə varis olur? İnsan onu öyrənmək istəyir və öyrənir və ona varis olur. Yəni, belə bölüşdürülmür. Yəni, öyrənirsən və varis olursan o elmə. Elə olunur varis. Kim onu götürərsə də artıq böyük bir pay götürmüş olar. Ey Allah, bu nə gözəl miraslıqdır. Həm miras verilən, qoyulan bir şey və miras götürülən şey həqiqətən ən xeyirli varis də elə bu kəsdir. Sənin o qövmün barəsində zənnin necə ola bilər ki, Allah Subhanahu taala onlar barəsində deyir ki, "İnnəmə yaxşallah min ibadihi uləmə." Allahdan yalnız alim qulları qorxar. İnsanların ən Allahdan qorxanları Allahın alim qullarıdır. Onların iman əhlinin içində ən bərəkətli olanlardır onlar. Onların sözləri, insanlar onların sözlərinə, onların əməllərinə tabi olub gedirlər, onların əsərlərinə tabi olub gedirlər, onların rəylərinə tabi olub gedirlər. Quruda da, yaşda da olan hər bir şey onlar üçün Allahdan bağışlanma dilir. Hətta suda olan balıqlar belə. Suda olan balıqlar belə onlar üçün Allahdan bağışlanma dilirlər. Peyğəmbərlərin seyyidi olan sallallahu aleyhi ve sellem demişdi ki, həqiqətən göydə yerdə nə varsa alim üçün bağışlanma dilir. Təsəvvür edin, göydə və yerdə olan nə varsa da alim üçün bağışlanma dilir. Alimin abid üzərində olan fəziləti ayın ulduzlar üzərində olan fəziləti kimidir. Qaranlıq gecədə ay çıxanda, ulduzlarla çıxanda ay ulduzlardan daha çox nur verir, daha çox işığı olur. Yəni onun alimin də abid üzərində olan fəziləti ayın yer üzərində başqa yerdə qalan ulduzlardan üzərində olan fəziləti kimidir. Səhih hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi ki, alimin qul üzərində olan fəziləti mənim sizlərdən ən aşağısında olanın üzərində olan fəziləti kimidir. Yəni, sizlərin ən aşağı olanın üzərində olan fəziləti kimidir fəziləti. Alimin də abid üzərində olan fəziləti budur. Yəni, bu yalnız Allah yanında olan elmdir. Yəni, abid nədir? Özünə fayda verir. Abid elmə oxuyanda, eləyəndə ancaq özünə fayda verir. Amma alim isə
umumi bütün bəşəriyyətə fayda verir. Özündən savayı da bəşəriyyətə də fayda verir. Həqiqətən alimlər, onlar Quranı öyrənənlərdirlər, onun qiymətini uca tutanlardılar, onu dərəsul fiqha və nə belə qadrahum. Yəni, fikri öyrənir və onun qədrini əldə ediblər. Hədisləri əzbərləyiblər, onunla onların hüccəti güclənibdir. Onların misalı, məsələhum məl-ilmi vəl-hudə, elmdə, düz yolda olan misalı, yağışın, çox yağışın bir yerə düşməsi kimidir. Təmiz torpağa düşməsi kimidir. O suyu qəbul edir və oradan bitkilər bitirir. Çoxlu bitkilər bitirir. Bu Allah Subhanahu taalanın fəzilətidir. Bu fəziləti Allah Taala istədiyinə verir. Allah Subhanahu taala onları əhkamlarda istinbat eləməkdə xüsusiləşdiribdir və onları halal-haram məsələlərinin yerinə qoymaqda bilməkdə onları xüsusiləşdiribdir. Onlar zülmətdə olan nurdur. Yəni alimlər zülmətdə olan nurdur. Hər bir xəstəlik üçün dərmandırlar, insanları hidayətə çağırırlar və onlardan gələn əziyyətə, çətinliyə dözürlər. Onlar Allahın kitabı ilə ölüləri dirildirlər. Yəni, ölmüş qəlbləri. Ölüləri dirildirlər, qəlblər ölür. Həqiqətdə insan özü yaşasa da belə, qəlbi ölüdürsə də o insan ölüdür. Həyatda gələn bir ölüdür. Nə qədər iblisin qətl elədikləri var idi ki, onları diriltmişdir. İblisin qətl elədikləri Allahın zikrindən, duasından, Allahın ibadətdən uzaq düşür, Allahın haramlarına düşən qulları iblisin qətlləri sayılırlar bunlar. Nə qədər yolunu səhv salanlar vardır ki, Allahın fəziləti ilə hidayət olunublar və Allahın kitabında qulub edən kəslər, onu dəyişən, təhrif edən kəslər, cahilliklə təvil verən kəsləri nə qədər qarşısını alıblar. Allah Subhanahu taala onların qəlblərini sevgi ilə və rəhmətlə doldurmuşdur. Onlar ümmətə insanların ən rəhmətli olanlarıdırlar. Yəni alimlər hətta insanlara atalarından da, analarından da çox rəhmətlidirlər. İnsan öz evladını insanlar oddan, çətinlikdən bu dünyada qoruyurlar ki, bu çətinlik görməsinlər. Bütün gücünü sərf edirlər. Ondan ötəri ki, bu dünyanın odu onlara dəyməsin. Alimlər isə onları axirət odundan qoruyurlar. Oranın bədbəxtlığından qoruyurlar. Bu nə gözəl əsərdir. İnsanların üzərində olan bunların təsiri var, əsəri vardır. Amma əksi olaraq isə insanlar onlara qarşı nə edir? Pis əsərlər qoyurlar. Onlara əziyyət verirlər. Onlar barəsində pis danışırlar. Təbii ki, bu da həyatın sünnətidir ki, insanlara yaxşılıq elədikdə çox insanların təbiətindən ki, neynəsinlər, qarşılıq olaraq insana əziyyət versinlər. İnnəhum məşə'ilun nur vəl-hudə. Alimlər həqiqətən nur və hidayət yolu göstərənlərdirlər. Xeyirdə, təqvada ən qabaqda olanlardirlar. Onlar bu dinin mühümmiyyətini daşıyıblar. Onlar Rəsulların, Seyyidinin yolunu gediblər, Muhammed sallallahu aleyhi ve sellemin. Onlar gözlər üçün günəşin işığı kimidirlər. Nucumu səirinə fil əsfar. Səfərdə olanların ulduzları kimidirlər. Çünki insan səfərdə olanda nə edir? O ulduzlarla yolu tapıb gedir. Alimlər də elənçidirlər. Necə ki, İmam İbn Qayyim rahmanullah deyir ki, fəhum fil ardı bimənzilətin nucum fil səmə. Alimlər yerdə göydəki ulduzlar kimidirlər. Alimlər yerdə göydəki ulduzlar kimidirlər ki, insanlar zülmətdə, heyrətdə qalan kəslər onlarla yol tapıb gedirlər. İnsanlar, öz ehtiyacda olan insanlar, öz ehtiyacları, yeməyə, içməyə olan ehtiyaclarından çox alimlərə ehtiyacları vardır. Alimlərə olan itayəti, atalara, analara olan itayətdən də çox olmalıdır. Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki, ey iman gətirənlər, Allaha və Rasuluna itayət edin və özünüzdən olan əmr sahiblərinə. Özünüzdən olan əmr sahibləri iki qismə bölünür. Var güc sahibləri, sultanlar, var alimlər, qələm tutanlar. Bunlar ikisi də güc əmr sahibləri sayılırlar. Allah Subhanahu taala iki diyarda da onların zikrini qaldırmışdır, onların fəzilətini aləmə yaymışdır. Necə ki, Allah Subhanahu taala onlar barəsində Quran-ı Kərimdə deyir ki,
Yerfa'illahu ellezine amenu minkum vellezine utul kitabe derecet. Allah sana sizden iman getirenleri ve ilim verilmiş şəxsləri dərəcələrlə qaldırır. Yəni iman gətirmişlər, əlavə olaraq elm verilmişlər, bunlardan daha çox dərəcələrlə qaldırılmışdır. Allahu bimə tə'amelunə xabir. Allah təala sizin işlərinizdən xəbərdardır. Allah Subhanahu taala onların məqamını zikr edəndə və onları ən uca bir şəhadətlə, ən əzəmətli bir şəhadətlə onları zikr eləmişdir. Şəhidallahu ennehu la ilahe illa huve vel melaiketu ve ulul ilmi bil qist. Allah və mələkləri, Allahdan başqa Allah yoxdur, Allah təala deyir. Allah və mələkləri və elm əhli adilliklə buna şahidlik eləmişdir. Allah təala onlara şahidliyini öz şahidliyi, mələklərin şahidliyinin yanında gətirir. La ilahe illa huvel azizul hakim. Allah təala əl-əzizdir, əl-həkimdir. Ondan başqa haqq yola yoxdur. Bax, Allah Subhanahu taala onların mənzilini, dərəcəsini harda gətirir? Demədi ki, onların vəzifəsi var, demədi ki, onların imkanı var. Yox, onların elmi var. Yəni, elmi olan kəsləri öz şahidliyi ilə yanaşı gətirdi. Yəni, mənim vəzifəm var deyə Allah Subhanahu öz yanında onu gətirmədi. Və yaxud da ki, mənim malım var deyə onu Allah Subhanahu öz yanında şahid kimi gətirmədi. Yalnız elm verilmiş. Bu elmi daşıyan kəsləri Allah Subhanahu öz və mələklərin şahidliyi ilə yanaşı gətirmişdir. Alimlər də ən şərəfli insanlardılar və ən şərəflərin də yanında zikr olunmuşdular. Allah və mələklərinin yanında. Alimlər, onlar ümmətin xəzinəsidir. Sünnəni qoruyanlardılar, şəriəti daşıyanlardılar. Vəzifə sahibləri, onların vəzifəsi gedəndən sonra qədirləri də gedir, dərəcələri də gedir. Vəzifə sahibləri budur. Mal sahibləri, mal getdi, hörmət də getdi, qədir də getdi. Bu dünyada bu belədir. Amma elm əhli isə elə deyil. Elm əhli vəzifəsi də olsa, olmasa da, malı olsa da, olmasa da, onların həmişə məkanı qorunulur, saxlanılır. Onların savabı həmişə gəlir. Onlar etdiyi əməl ən xeyirli, ən şərəfli əməllərdir. Peyğəmbər sallallahu deyir ki, insan öləndə onun bütün əməli kəsilir. Yalnız 3 şeydən başqa, verdiyi axır sədəqədən başqa, qoyduğu faydalı elindən başqa və salih evlatdan başqa ki, hansı ki, onun üçün dua edir. Mesela 3 şey qoyur. Sədəqə cəriyə, el-ilmun yuntəfə bih və vələdun salih, yəd'u ləhu. 3 dənə. İnsan öləndə hər şey kəsilir. Bu 3 şeydən başqa. Bu 3 şeydə qəbirdə olanda belə o savab o insana gəlir. Başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim bir xeyrə çağırarsa da, xeyrə tabi olan kəslərin əcrindən azalmamaqla, bir şey azalmamaqla o kəsə də o savabdan gəlir. Bunun üçün də وَلِذَا فَإِنَّ أَعْظَمَ أَنْوَاعِ الْفَقْرِ عَلَى النُّفُوسِ وَقْعًا وَشَدُّهَا لِلْأُمَّةِ لَوْعَةً وَأَثَرًا فَقْدُ الْعُلَمَاءِ رَبَّانِيِّينَ. Ümmət üçün nəfslərə ən çətin olan itki alimləri itirməkdir. Rabbani alimləri, islah edən alimləri itirməkdir. Həqiqətən alimlərin ölümü böyük bir müsibətdir, böyük bir xusrandır. Onlar ölkələrin, qulların nuru və hidayəti olublar. Alimin ölümü, adi bir şəxsin ölümü kimi deyil ki, öldü tutardı. Əksinə, alimin ölümü elindən varis olduğu varisdən bir şeyin itməsidir. Budur, alimin ölümü budur. Peyğəmbərlərin mirasından bir şeyin itməsidir. Allah Subhanahu bu elmi bunlardan bir səfərə götürməyəcəkdir. Yəni, elmi elm olaraq götürməyəcək. Lakin alimlərin canını almaqla bu elmi götürəcəkdir. Yer üzündə alim qalmadıqda insanlar cahilləri başçı olaraq özlərine götürəcəklər. O başçılar, o cahillər soruşulacaqlar, fətva verəcəklər, elmsiz olaraq azacaqlar və azdıracaqlar. Abdullah ibn Ömər radiyallahu anh deyir ki, yerin xarab olması alimlərin ölümü ilə olur. Yəni, yerin xarab olması alimlərin ölümü ilə olur, fəqihlərin ölümü ilə olur, orada olan xeyr əhlinin ölümü ilə olur. İbn-i Mübarək rəhməhullah deyir ki, alimin ölməsi İslamda olan bir boşluq olur, onunla gecə gündüz bir şeydə doldurulur. Həqiqətdə elədir. Alimlər öldükdə yer üzündə cahillik çoxalır və o boşluğu doldurmaq olmur. Alimlər yer üzündə göyləşi ulduzlar kimidir. Necə ki, insanlar ulduzları özləri
yol olarak tapıp gelirler ulduzlara bakarak. Yerde de insanlar alimleri özlerine hak yolu tutup gitmek için nedir? Ulduzlar gibi tutup gelirler. Yani olarak karanlık kaldığı şeyler, heyrette olduğu şeylerden alimlerden onun cevabını tapırlar. Hakikaten ümmet alimlerden birini itirdikdə büyük bir elime vida eləmiş olurlar. Her bir alim öldükdə onun özüyle xeyli elim olur. Hansı ki vaxtı olmayıb onu getməyə, gücünü sərf edir, sadəcə ömür buna çatmayıbdır. Allah subhanahu ta'ala istəyirəm ki, alimlərimizə rəhmət eləsin, qalanlara xeyirli ömürlü bərəkət versin, onları və bizləri fitnə fəsaddan qorusun. Özüm və sizlər üçün Allah'tan bağışlama dilirəm, siz Allah'tan bağışlama dilin.